Hörmətli müəllimlər, necəsiz? Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Günün hansı saatında bu videoya baxırsınızsa, gününüz uğurlu olsun, bərəkətli olsun, enerjili olsun. MİQ və sertifikasiya müəllimləri, bugün nə dərs izah eləməyəcəm, nə sual izah eləməyəcəm, nə də başqa bir şey izah eləməyəcəm. Bugün sadəcə sizinlə danışmaq istəyirəm. Bilirsiniz, imtahana çox az qaldı. Sizə ən çox hal-hazırda məlumatlardan çox nə lazımdır? Mənəvi dəstək lazımdır. Bu günləri onu etmək istəyirəm. Bilirəm ki, hamınız çox istəyirsiniz, əziyyət çəkirsiniz. Amma burada əziyyət çəkməkdən də çox emosiyalarımızı düzgün şəkildə idarə etməyimizdir. Bəli, biz də sizin yolunuzdan keçmişik. Bütün uğur qazanan, bütün imtahanlardan keçən şəxslər sizin yolunuzu keçib. Qorxu, təşviş, yaza bilmərəm, bilmədiyim sual çıxsa nə edərəm, kompüter sönsə nə edərəm, ay Allah geciksəm nə edərəm, yata bilməmək, həyəcanlanmaq, bu hər kəsdə olubdur. Amma gəlin bunu bastıraq. Nə mənada? Özümüzü sakitləşdirərək, gün ərzində təmiz hava alırsınız, gün ərzində negativ, ümumiyyətlə telefon, televizor, bu kimi şeylər sizə pis gələcək, sizi üzəcək məlumatlardan uzaq dayanın. Söz söhbətlərdən, sizə pis gələcək məqamların hər birindən uzaq dayanın. Hal-hazırda siz stressdən, əsəbdən, hər bir şeydən uzaq olmalısınız. Özünüzə zaman ayırın. Gün ərzində məsəl üçün, tutaq ki, fincan çay için təmiz havada, özünüzlə tək qalın, motivasiya cümlələri oxuyun. Məsəl üçün, Instagramınız varsa, WhatsAppınız varsa, WhatsAppda məsəl üçün olur ki, qarşımıza çıxır hər hansı bir insanın paylaşdığı bir məlumat. Təbii ki, hər kəsin WhatsAppı var. Sadəcə WhatsAppda qarşınıza çıxan yaxşı sözlər varsa, onları özünüz üçün yazın. Özünüzə yaxşı sözlər, belə deyək də, screenshot edib telefonunuzun başlığına qoyun. Və yaxud da ki, gün ərzində daxil olun YouTube'dan və yaxud da hər hansı bir yerdən yaxşı sözlər oxuyun. Məsəl üçün, motivasiya verici sözlər oxuyun. Hətta mən məsləhət görərəm YouTube'da yaxşı belə mediasiya yazanda yaxşı sözlər çıxır ki, mən hər şeyə layiqəm, mən hər şeylə gözələm. Bu şəkildə gününüzü bu formada başlayın. Əsəblə, stresslə başlanılan gün, əmin olun ki, o günlə bitmir, o günün davamı daha da gəlir. Sakit oluruq, həyəcanlıyıq, bəli, başa düşürəm. Bu boyda əziyyət çəkmişsiniz, həyəcanlı olmayıb nə olacaqsınız ki? Amma həyəcanları da dəf etməliyik. Çünki həyəcanlı dəf etməkdikcə o həyəcanlar çoxalacaq və biz imtahanda stres, həyəcan, sualları səhv görmək, qorxu, həyəcan və bu şəkildə uduza bilərik. Düşünün, müəllimlər, bu boyda əziyyətinizi həyəcan edib itirməyə dəyərmi? Ona görə niyə sakitləşirik? Ola bilər ki, 22-si qeydiyyat başladı, 29-una qədər qeydiyyatdır. Nə bilim, sertifikasiya iyun ayın 18-idir, iyun ayın 20-sidir, 21-idir, 25-idir, fərqi yoxdur. Stresinizi azaldın. O stres sizə nəsə qazandıracaqsa, gəlin bir yerdə stres edək. Heç nə qazandırmayacaq. Hal-hazırda bizim özümüzdə müdavimlər imtahana gedəcəkdir. Biz də, yəni müəllim olaraq məsuliyyətlərimiz var, amma biz stres etmirik. Niyə? Çünki birinci özümüzə güvənirik. Çünki bilirik ki, bu işin öhdəsindən gələ bilər və həyəcan bizə heç nə qazandırmayacaq. Oturaq, işimizi görək, test tərtib edək, səs ataq, video çəkək, amma həyəcan bizə heç nə qazandırmadı. Həyəcan bizə, naborot, nəyisə itirəcək. Həyəcanı nə edirik, dəf edirik, həyəcan sözünü unuduruq. Qıraqdan bizə nələrsə deyə bilərlər, nələrsə gələcək, kimlərsə nəsə deyəcək, qoy desinlər. Bu sizə nədir? Hər bir insan sizə nəyisə öyrədir. Yəni, sizdən nəyisə aparmır, əksinə sizə nəyisə öyrədir. Düşünün ki, bir insan gəlib sizin yanınızda deyir ki, nə olsa girəməyəsən də, əsəbləşirsən, o gün ola bilər, stres çəkirsən, amma onun sözü sənin yadından çıxmır. Neyinirsən, artıq deyirsən ki, o mənə deyir ki, girə bilməzsən. Elə sənin acığına girəcəm. Bu insan sənə nə etdi? Yaxşılıq etdi. Heç bir insan bizə pislik etmir. Hər bir insan bizə yaxşılıq edir. Kimi pislik edib bizim gözümüzü açıb yaxşılıq edir, kimi də pislik etdiyini sanıb bizə yaxşılıq edir. Məsəl üçün, sən qazana bilməyəcəksən. Sözünü deyib, pis olacağımızı düşünüb, amma bizə yaxşılıq etdi. Ətrafınızda belə insanlar varsa, sadəcə qulağınızı yumun, dediyi sözlərdən nəticə çıxardın və yolunuza davam edin. İnanın mənə, 2 aydan sonra bu videonu dinləyəcəksiniz və altda yazacaqsınız ki, mən qazandım Ayşə müəllimə və mənə söz verirsiniz. Zamanı gələndə bu videonun altında yazacaqsınız ki, müəllimə 2 aydan sonra mən qazandım, 1 aydan sonra sertifikasiya olacaq, 2 aydan sonra da MİQ olacaq. Yazacaqsınız ki, müəllimə mən qazandım və siz düz deyirmişsiniz. Bu sözü mənə söz verirsiniz ki, burada gəlib yazacaqsınız.
İmtahan çox gözəl keçəcək. Baxın, nəticə sizindir. Girsəz də sizindir, girməsəz də sizindir. Bu can, bu bədən sizindir. Allah talan verdiyi candır. Girsəz də canınız sağ olsun, girməsəz də canınız sağ olsun. Güya girməsəz həyat davam etməyəcək. Niyə özünüzü bu qədər sıxırsınız ki? Sən, əsas sənsən. İmtahana hazırlaşan da sənsən, gedən də sənsən, qalan da sənsən, işləyən də sənsən. Yəni, hər şeydən sənsən. Birinci özünün fərqinə var. Özünün fərqinə varsan, hər bir şeyin fərqinə varacaqsan. O zaman nə edirik? Birinci fərqimizə varırıq. Səhər tezən başqa bir insan oyanırıq. Həyəcan, heç nə. Sanki bir yeriniz hazırdır orada. İmtahan vermişsiniz, yeriniz hazırdır. Bax, belə düşünün və əziyyət çəkmisənsə, oxumusansa girəcəksən. Sən sadəcə nə edirsən? Səbirlə, təmkinlə qaldığın yerdən əziyyətini davam etdirirsən. Gündəlik vərəqlərini götürürsən, gündəlik iş planlarını qurursan imtahana qədər. Demirəm, amma gedin yatın, hər şey yaxşı olacaq. Davam edirsən, yüklənmədən, beynini yükləmədən. Stres, həyəcan, ola bilər, itki belə deyək, itirə bilərik. Amma hər şey qaldı kənarda. İndi hal-hazırda hazırlaşırsınızsa, demək, indi hal-hazırda məqsədimiz nədir? İmtahandan keçməkdir. Bizim məsuliyyətlərimiz var. İmtahana keçmək istəyiriksə, hər şey unutmalıyıq. Məsuliyyətlərimizi yerinə yetirməliyik. Və bu yolda səndən başqa heç kimin yoxdur. Bax, bu yolda səndən başqa heç kimin yoxdur. Bunu mən sizə deyirəm. Sənin bu yolda səndən başqa heç kimin yoxdur. Çünki bilirsiniz niyə? İmtahandan kəsilən zaman belə sənin hiss etdiyini sənin ətrafındakılar hiss eləməyəcək. Sənin hiss etdiyini ətrafındakılar hiss etməyəcək. Yoldaşın bəlkə ürəyində deyəcək, ayda görəsən niyə girmədi? Sənin hiss etdiklərini ancaq sən hiss eləyəcək. Çünki əziyyətin, gözün, nurun, gecən, gündüzün, o türklər demişək, hayal qırıqlığı deyirlər, belə, yəni depressiya. Bax, onu yaşayan sən olacaqsan. Ona görə heç kimi düşünmə, yalnız özünü düşün. Mənim qonaqlarımız var, mənim filan kəs gəl, at hər şeyi kənara. Sən səni düşünməsən, heç kim səni düşünməyəcək. Sən özünü düşünməyəndən sonra kim səni düşünməlidir ki? Özünü düşün, həyatını düşün. Sən önəmli olan. Qonaq, nə bilim, yaz, toy, ad günü, bu hər zaman olacaq. Ölənlə ölünmür, qalanla da qalınmır. Yəni, sən yalnız. Yəni, ölən ölübsə, mən onun 40 gününü də dalbadal gedib, yəni, ölübmü, Allah rəhmət eləsin, amma öncəliyin dərsin olsun. Filan kəsin qohumu rəhmətə getirməliyim, ora getməliyim. Ay müəllim, otur dərsini oxu. Filan kəsin qohumunu biz gedib dirildə bilməyəcəyik. Kimsə dirildibmi? Bəli, bizim də Allah olsun rəhmətə gedənimiz olur. Dəfələrlə olub mənim dərsdə yazmışam ki, mənimlər tez rayona gəlib gəlirəm, amma gəlib dərsimi keçmişəm. Yaxın olsa da, uzaq olsa da, doğma atam belə xəstələnəndə müəllimlər şahiddir. Bircə gün mən dərs keçməmişəm, insult keçirmişdi. Amma mən dərsimə davam etdim. Çünki bu həyatdır, davam edir. Atamdan dəyəri heç kimim yoxdur. Əlbəttə ki, atamdır, dəyərlidir. Amma məsuliyyət də məsuliyyətdir, işdə işdir, gələcək də gələcəkdir. Yəni, o insan xəstəxanada ola-ola, mən dərsimi təxirə salım, müdavimləri atım, atam olsa zaten oradadır, müalicəsini alır, mən burada onu etməyimin bir mənası yoxdur. Naborot, mən onun istəklərini və yaxud da ki, onun məndən gözləntilərini, mənim qızım hər şeyi bacarar sözlərini, mən belə deyək də, yəni yerlə bir edirəm. Yəni, heç kimə etmirəm. Anladınız mı fikrimi? Yəni, siz öz doğmalarınıza, kimlərəsə görə özünüzü qurban etməyin. Məqsədləriniz varsa, məqsədlərinizin arxasınca gedin. Bu həyatda heç kim uğuru asanlıqla qazanmayıb. Nə mən, nə başqa müəllim, nə başqa kurikulum təlimçisi, nə başqa ixtisas təlimçisi, nə başqa texnologiya təlimçisi. Hər birimiz qaşıya-qaşıya, qaza-qaza gəlmişik. Onun üçün də sadəcə çalışmaq lazımdır. Heç kimin alnında sən təlimçi olacaqsan, sənin bu qədər müdavimin olacaq deyə yazılmayıbdır. Biz bu yolu Allahın izni ilə, əziyyətimizlə gəldik. Əziyyət çəkməsək bu yola gələ bilməzdik. Eynilə sizlərdir. Deməyin ki, filan kəsin bəxti gətirdi, getdi imtahanda yazdı, gəldi. Xeyr, bəxti gətirmədi. Onun əziyyətinin bəhrəsini Allah verdi. Gəlin əziyyət çəkək. Gəlin bəhanələri artıq kənara qoyaq. İmtahan çatdı, həyəcanı atırıq, əziyyətimizi ortalığa qoyuruq, qollarımızı çirməkləyirik və onun nəticəsini görürük. Tamam mı? Davam mı? Məncə tamam. Yoxsa davam? Əlbəttə ki, davam. Bəzi müəllimlər indi tamam deyə bilər. Məncə davam etməliyik biz. Tamam mı, davam mı deyəndə
Bəziləri deyir ki, yox, yoruldum mən. Bax, bu nöqtə emosional tənzimləmə nöqtəsidir. Məncə bundan sonra davamdır. Sonuna qədər. Müsahibəsi var bunun. Geyinib keçinib məktəbə getməyi var bunun. Sentyabrın 15-i var bunun. Əyninizi geyinib o şəkili çəkdirməyiniz var, o fəxrlə. Ailəniz deyəcək, maşallah olsun mənim qızıma və yaxud da ki, oğluma artıq müəllimdir. Sertifikasını 53 bal toplayıb, 56 bal, 57, 58, 59 bal toplayanda deyəcək, pay müəllim gəlir, 35%-ə düşübdür. Bu sevinci yaşayın. O qara-qara düşüncələri yox. Özünüzü o vəziyyətdə, o pozisyonda görün. Yaxşımı? Mən sizə inanıram. 2 aydan, 1 aydan sonra bu videonun altında ürək sözlərinizi gözləyirəm. Müəllimə, mən bacardım. İndi öz qəlbinizdən keçən sözləri rəy bölməsində yazırsınız və bugün özünüzə söz verirsiniz. O rəy bölməsində də həmən hissə qeyd olunur. Və 2 aydan, 1 aydan sonra həmən o rəy bölməsinin hissəsinə gəlib öz rəyinizin üstünə yazırsınız ki, mən bacardım. Bəli, siz bacaracaqsınız. Siz bacardınız. Hər şeyin ən gözəlindən layiqsiniz. Sadəcə özünüzü orada görün. Gecəniz xeyrə, mən bunu gecə vaxtı çəkirəm. Ümid edirəm ki, faydalı oldu. Ümid edirəm ki, sentyabrın 15-də həmkar olaraq artıq məni izləyərsiniz Allahın izni ilə. Ümid edirəm ki, sertifikasiya mərhələsindən, müsahibə mərhələsindən yetərincə keçərsiniz. Yaxşı bal toplayarsınız. Hər daima sizinləyəm. Məqsəd dərsə qoşulub qoşulmamanız deyil. Məqsəd ürəklərinizin bir olmasıdır. Məqsəd yaxşı təhsilli həmkarlarımın olmasıdır. Müəllim adına layiq olacaq həmkarlarımın olmasıdır. Mən inanıram ki, siz elə müəllim adına layiqsiniz. Yaxşı müəllim olacaqsınız. Gələcəyi, belə deyək də, düzgün şəkildə övladlarımızı yetişdirəcək müəllimlər olacaqsınız. İnşallah ki, Allahın izni ilə sentyabrın 15-də sizi müəllim kimi görmək istəyirəm. Bəs siz özünüzü yazın görək.